dindən çıxmış sayılır. İndi belə bir hadisə baş verdi mi? Baş verdi şübhəsiz. Niyə? Çünki Allah bunu öz Quranında qeyd eləyir. Bu hadisə olmasaydı Allah deməzdi. İndi sual yaranır ki, məsələn, bunlar Peyğəmbərdən sonra nə baş verdi ki, məsələn, mürtəd oldular? Namaz qılmırdılar mı? Qılırdılar. Oruç tutmurdular mı? Oruç da tuturdular. Səndən məndən yaxşı da tuturdular orucu. Bunları mürtəd edən Peyğəmbərin təqdim elədiyi imaməti qəbul eləməmək oldu. Bunlar Peyğəmbərdən sonra imamətin xəttini tutmadılar. Bunlar Peyğəmbərdən sonra azdılar. Və məşhur da hadisədir. Peyğəmbər şəhadətə çatdıqdan sonra Həzrət Əli əleyhissalamdır, elə həmin şəxsdir, onun qüsulunu verən, onu kəfənləyən və onun namazını qılan da elə Həzrət Əli əleyhissalam idi.